Sülh qaynağı olan Rəbbin özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin. Rəbb hamınıza yar olsun. Mən də yoruluram, əziz dostum. Mənim də tükəndiyim və heç nə etmək istəmədiyim zamanlar olur. Yetərsiz hiss etdiyim, ağladığım, yatağımdan qalxmaq istəmədiyim anlar olur. Heç nə etmək istəmədiyim, ümidsiz olduğum, heç kimlə danışmadığım zamanlar olur. Mən də zəifəm sənin kimi. Mən də Rəbbə və onun təsəllisinə möhtacam. Mən də sənin kimi onu axtarıram, ona sığınıram. Bəzən saatlarla ağlayıram. Bəzən duada Rəbbin önündə sadəcə susaraq otururam. Amma hər ağır və çətin andan bir məktub, bir təsəlli doğulur. Bəzən şükür dolu bir məktub. Bəzən kömək vədi ilə, bəzən təsəlli sözləri ilə. Hər dəfəsində Rəbdən soruşuram, bu kimin üçündür görəsən? Sonra cavablar gəlir. Mənə görə yazılıb bu sözlər, sanki mənimlə danışdı Rəbb. Əziz dostum, bacım, qardaşım, anam, atam, mən təsəlli ümidi ilə Rəbbə gedirəm. O isə sizə təsəlli verərək mənə şəfa verir. Mən ümid axtarışında gedirəm. O isə sizlərə ümid olmaq üçün məni göndərir. Mən şəfa üçün gedirəm. O sizlərə şəfa verərək məni sağaldır. Mən yorğun gedirəm. O sizlərin yükünü yüngülləşdirərək mənə rahatlıq verir. Sizlərin vasitəsilə mən də ümid tapıram. Allahın sözündə yazılan bu ayələri xatırlayıram. Bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq. Bəli, bütün hər şeyə rəğmən, mən sizlərə faydam toxunur deyə təsəlli alıram. Sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünki müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi, sözlərinə dayanaraq deyirəm ki, sizlərin Allahda olan məhəbbətiniz mənim üçün təsəlli və sevinc qaynağıdır. Mən sizlərə fayda verdikcə Rəbdə təsəlli tapa bilirəm. Sizlərdən üstün əsla deyiləm. Sizlərin sayəsində mən də əbədi həyatı irs almaq üçün döyüşürəm. Sizlərin xilasının sevinci ilə güc alıb hər günə yenidən başlayıram.